Yedirdiyim hər tikə burnundan gəlsin. O söz deyə bilmədiyimə görə ən çox emosiya göstərə biləcəyim hal bu idi. Bəlkə də daha sərt deyir valideynlər. Əgər valideynlər hər çəkdiyi əziyyəti uşaqlarla minnət kimi vurursa, onu cəzalandırmaq kimi dayanmadan başına qalxırsa, bu sevgi deyil. Bu, həmən uşaqda gözü kölgəlilik, qorxu və ən əsası günahkarlıq hissini öyrətmək üçündür. Yəni, mən öz ömrümdən fəda verdim, sən də öz ömrünü mənim üçün fəda verməlisən. Şuuraltı olaraq mesaj ötürürsünüz uşaqlarınıza. Bu sözləri eşidən uşaq mütləq ki, özünü günahkar hiss edir. Amma əslində övladlarımız özünü günahkar hiss etməməlidir. Onlar bugün bizim həyatımızda öz həyatlarını gözəlləşdirmək üçün var. Əgər onların həyatına rəng qata bilməyəcəyinsə, axı niyə valideyn olmuş? Sevgi borc deyil, sevgi hədiyyədir. Çalışın övladlarınızı sevgi içərisində, qayğı içərisində, güvən içərisində böyüdəsiniz. Əks halda gələcəkdə onlar nə öz həyatlarının, nə də sizin həyatının kralı olmayacaqlar. Nökər olaraq da davam eləyəcəklər yaşamağa.